Salam. Bugün 27 April buraxılış imtahanı 9-cu sinif suallarını nəzərdən keçirəcəyik. Birinci sual. Ədədlərdən hansılar 2x kiçik bərabər 8 bərabərsiz ödəyir? X bərabərdir. Obyekt bir şey yoxdursa vurmadır. Vurma 7 dəyişəndə olur bölmə. 8-i 2-yə böləndə düşür 4. Deməli x kiçik bərabərdir 4-dən. Deməli cavab variantlarında 4-dən kiçikləri götürməliyəm. Olacaq bizə cavabım 2. Altından xətt varsa 4-ün özünü də götürə bilərəm və 0. 1, 2, 5. Cavab oldu C variantı. Əgər ki, imtahana başqa cür bərabərsizlik düşsə və siz onu həll edib bilməsiniz, cavabları bir-bir yerinə qoyub yoxlaya bilərsiniz. İki zərb eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin altdan kiçik olmaması. Bəzi uşaqlar bu sualda olması hadisəsinin ehtimalını tapmışdır. İki zərb atılırsa, deməli ümumi bizim mümkün halımız olacaq 36. Yəni 6-nın kvadratından tapılır bu. Çünki bir zərdə 600 var. İndi düşən xalların cəminin 6-dan kiçik olmamasını, yəni 6-dan böyük olması ehtimalını tapırıq. Biz 6-dan kiçik olma ehtimalını tapıb 36-dan çıxıb geri qalanını götürə bilərik. 6-dan kiçik olma ehtimalı 1-dən düşə bilər 1, 1-dən 2, 1-dən 3, 1-dən 4, 1-dən 5. 1-lə 5 düşə bilməz. Artıq 6 eləyir. 2-lə 1, 2-lə 2, 2-lə 3, 2-lə 4 düşə bilir. Çünki 2-lə 4-ün cəmi artıq 6 eləyir. Sonra 3-lə 1, 3-lə 2, 3-lə 3 olmayacaq. Çünki cəm 6 olur. 4-lə 1, 5-lə də heç bir şey olmur. Çünki 5-lə də 1-in cəmi 6 eləyir. Ehtimalları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10 ehtimalda bizdə cəm 6-dan kiçik olur. Bizdə olmaması halını istədiyi üçün ümumi 36 halım var idi. 36-dan 10 çıxıram, geri qalır 26 hal. Deməli 26 halda 6-dan kiçik hal olmur. Yazıram 36-da 26. İxtisar gedir 2-yə, qalır 18-də 13. Cavab oldu Y variantı. Üçüncü sualda ifadənin qiymətinin hesablanması tələb olunur bizdən. İlk öncə mötərizənin içi həll olunmalıdır. Mötərizənin içərisini həll etmək üçün məxrəclər bərabərləşdirilməlidir. Deməli, yazıram. 3 ilə 9-un əkobu bizdə eləyəcək 9. Deməli, məxrəci eləməliyəm 9. Çıxsın 1 tam 9-da 1. Məxrəci 3-dür, 9 eləmək üçün vurmalıyam 3-ə. Sürətdə də 1 var, 1 3-ə vuranda eləyir 3. Deməli, 2 tam 9-da 3-dən 1 tam 9-da 1 çıxmalıyam. 2 tamdan 1 tam çıxanda 1 tam, məxrəc olduğu kimi qalır. Sürətlərdən də 3-dən 1 çıxanda qalır 2. 1 tam 9-da 2-ni daha sonra bölməliyəm 7 tam 3-də 1-ə. Bölmə əməliyyatını həyata keçirmək üçün hər iki ifadəni düzgün olmayan kəsrə çevirməliyəm. Düzgün olmayan kəsrə necə çeviririk? Deməli, tamı məxrəcə vurub üzərinə sürəti gəlib sürətli yazacağam. 1-i 9-a vuran 9, üstünə 2 gələndə 11. Bölünsün. Məxrəcdə 3 var. 7-ni 3-ə vuranda 22, üstünə 1 gələndə 22. Bölmə əməliyyatını həyata keçirəndə birinci kəsrin olduğu kimi qalır. İkincisini tərsinə çevirib yazıram. Olacaq 22-də 3. 9 ilə 3 ixtisar gedib 3-ə. 3 3-ə böləndə 1, 9 3-ə böləndə 3. 11 ilə 22 11 ixtisar gedir. 11 11-ə böləndə 1, 22-ni 11-ə böləndə 2. Cavab olacaq 3-ü 2-yə vuranda 6, 1-i də 1-ə vuranda 1. Deməli, İlk iki hissənin əməliyyatı həyata keçirəndə, yəni misalını həll edəndə cavabı 6-da 1 alıram. Üstündə 4 3-ü gəlməliyəm. Yenə 6 ilə 4 üçün əkob tapıram. 6 ilə 4-ün əkobu 12-dir. Deməli, birinci hissəni vurmalıyam 2-yə, 4-ü də 12 eləmək üçün vurmalıyam 3-ə. 1 vur 2 eləyir 2, üstə gəl. 3 3-ə vuranda 9. Cavab eləyir 12-də, 2-nin üstünə 9 gələndə 11. Yəni Y variantı. Dördüncü sualda bizə deyir ki, əbub 32-68, əkub 32-68 hasilini hesablayın. Bu misalın cavabını tapmaq üçün siz ayrı-ayrılıqda əbub 32-68 və əkub 32-68 tapıb sonra həmin tapdığınız cavabları bir-birinə vura bilərsiniz. Ya da biz bilirik ki, əbub AB, əkub AB-nin hasili A vurulsun B-yə bərabər. Yəni 32 ilə 68-in burada hasilini tapmaq kifayət edir. Cavab eləyəcək 2176. Bir tərəfi 10 sm olan ABCD kvadratında n və n nöqtələri uyğun olaraq B və C tərəflərinin BC və CD tərəflərinin orta nöqtələridir. Deməli, burada BM MC-yə, SN də ND-yə bərabərdir. Və tərəfi 10 sm olan kvadratdır. Onu bura 10-dursa, qarşı tərəfdə 10 olmalıdır. 2 bərabər hissəyə bölünsə, bura 5-dir, bura 5-dir. Kvadratsa bütün tərəfi bir-birinə bərabərdir. Bura 10-dursa, yenə qarşı tərəf 10-dur və bərabər bölünsə, burada 5-dir, burada 5-dir. Və bizdə AMCM dördbucaqlısının, yəni bu dördbucaqlının sayəsini istəyir. Bu dördbucaqlının sayəsini tapmaq üçün biz ümumi kvadratın sayəsindən 2 dənə bu üçbucağın sayəsini çıxsaq, deməli cavab tapmış olacaq. İndi kvadratın sayəsini tapaq. Kvadratın sayəsini necə tapacağıq? S bərabərdir A kvadrat düsturuyla. Tərəfim 10-dursa, onun kvadratı eləyir 100. Üçbucağın sayəsini tapmağa keçsək, ABM. ABM üçbucağının sayəsini tapaq. 2-də 1, katetin 10, digər katetin 5. Yəni bizə katetin hasillərinin yarısı. 2-də 1 ilə 10 ixtisar gedir. Qalır 5, 5 5-ə vuranda 25. Digər üçbucağıma baxımında, onun da katetləri 15 olduğuna görə onun da sayəsinin 25 olacaq. Deməli, bu üçbucaqların sayəsini tapmaq üçün 25-i 2-yə vurmaq kifayətdir. 50 50. İki üçbucağımın sayısı 50-dir, ümumi kvadratın sayısı 100-dür. 100-dən mən 50-yə çıxsam, AMCN dördbucaqlısının sayəsini tapmış olacaq. 100-dən 50 çıxanda qalır cavab 50. Yəni 5-də olacaq A variantı. 6-cı sualda ifadənin sadələşdirilməsi tələb olunur. 15 ilə 25-i ixtisar edirəm 5-ə. 15-i 5-ə böləndə 3, 5-i 5-ə böləndə 25-i 5-ə böləndə 5. Başqa ixtisar yoxdur. Onda məxrəcdə var 5. 3-ü 2-yə vuranda 6. İndi hərfi dəyişənlərin ixtisarına başlayaq. A ilə A üstü 8 deməli ixtisar olur. A-yı A-ya böləndə 1, A üstü 8 A-ya böləndə edir A üstü 7. Məxrəcdə bir dənə A üstü 7 var. X kvadratları ixtisar gedir X kvadratına. Y-də qalır heç nə 1. Y-ə böləndə 1, Y üstü 2-ni Y-ə böləndə qalır Y.
Deməli cavabımız 6y bölünsün 5a üstü 7-dir. Yəni A variantıdır. 7-ci sualda ifadənin çox həddi şəklində göstərməsi tələb olunur. Deməli birinci hissəni və ikinci hissəni biz müxtəsər vurma düsturunu istifadə edərək sadələşdirə bilərik. Birinci hissəni deməli bizim müxtəsər vurma düsturunu A üstəgəl B-nin mötəzə kvadratıdır. Artışı A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. İkinci hissə isə A çıxsın B vurulsun A üstəgəlsin B yığsam olacaq A kvadratı çıxsın B kvadratı. İndi bu iki düsturdan istifadə edərək yazaq. Deməli 2x kvadrat üstəgəl 3y-ın mötəzə kvadratı bərabər 2x kvadratının kvadratı üstəgəl 2 vurulsun 2x kvadratı və 3y üstəgəl 3y-ın kvadratı. Deməli 2x kvadratının kvadratı edir 4x üstü 4. 2'ni 2'ye vuranda 4, 4 3'e vuranda 12x kvadratı y, 3y kvadratı 9y kvadratı. İndi ikinci hissəni yazaq. Deməli 2x kvadratı çıxılsın 3y, üstəgəl 3y üstəgəlsin 2x'in kvadratı. Deməli ikinci hissə kimi bunu yığanda biz çıxmaya baxırıq həmişə. Çıxmada birinci dayanan və ikinci dayananımızın bizim dəyişənlərimizin kvadrat şəklində yazacaq. Çıxmaya baxıram, olacaq 2x'in kvadratının kvadratı çıx 3y-ın kvadratı. 2x'in kvadratının kvadratı 4x üstü 4, 3y-ın kvadratı 9y kvadratı. İndi bunların cəmini tapaq. 4x üstü 4 üstəgəl 12x kvadratı y, üstəgəlsin 9y kvadratı, üstəgəl 4x üstü 4 çıxılsın 9y-ın kvadratı. 9y-ın kvadratı bir müsbətdir, bir mənfi islah olundu. 4x üstü 4 üstəgəl 4x üstü 4 edir 8x üstü 4. Üstəgəlsin 12x kvadratı y. Cavab variantımız oldu Y variantı. 8-ci sualda ifadənin qiymətinin hesablanması tələb olunur. Modulda mənfi 7/15-dən çıxır müsbət 7/15. Ümumiyyətlə modul ifadələr biz həmişə müsbət qiymət alırıq. Modulu 3/3-dən çıxır 3/3 bölünsün 2. 7/15-dən 3/3 çıxanda 4/2 bölünsün 2. 4/2-ni 2 bölündə düşür 2/1. Yəni B variantı. 9-cu sualda tənqid sistemində 4y çıxılsın x qiymətinin hesablanması tələb olunur. Deməli y-ın hər ikisi əmsalı eynidir. Biri müsbət, biri mənfi idi. İslah edin və cavabı tapın. Y müsbət idi. Birinci ifadənin işarəsini əksinə dəyişəcəm. Mənfi y üstəgəlsin x bərabərdir mənfi 10-a. İkincini olduğu kimi saxlayıram. Y-ın biri müsbət, biri mənfi islah olundu. X-in üstünə 2x, 3x, mənfi 10-un üstünə mənfi 23, mənfi 33. Mənfi 33 3-ə böləndə düşür mənfi 11. Aparıb yerinə qoyub hesablayın. Y çıxılsın. X-in yerinə qoyuram. Mənfi 11 bərabərdir 10-a. Y 2 mənfi yerinə gələndə olur müsbət bərabərdir 10-a. Müsbət 11 yerini dəyişir olur mənfi 11. 10 çıxılsın 11 edir mənfi 1. Deməli y-ın qiyməti mənfi 1, x-in qiyməti mənfi 11. Aparıb yerinə qoyaq. 4-ü vur y-ə. Y-ın mənfi 1. 4-ü mənfi 1-ə vuranda edir mənfi 4 çıxılsın x, yəni mənfi 11. Bərabərdir. Mənfi 4, 2 mənfi yan yana gələndə müsbət olur. Üstə gəlirsin 11. Mənfi 4-ün üstünə 11 gəlir. Biri müsbət, biri mənfidirsə modulu böyük olunur. Modul kiçik olan çıxılır və modulu böyük olanın işarəsi yazılır. 11-dən 4 çıxanda qalacaq 7. Cavab C variantı. Qrafikə əsasən düz xəttin bucaq əmsalının hesablanması tələb olunur. Burada 4-ü 2-yə bölmək kifayətdir. Cavab olunur B variantı. Bucaq əmsalı ümumiyyətlə K-dan işarə olunur. K-nın tapılmasını düzdürsə y2 çıxsın y1 bölünsün x2 çıxsın x1-dir. Birinci sual. Radius 19 cm olan çevrənin mərkəzindən. Deməli bir dənə çevrə çəkirəm. Radiusu 19 cm-dir və çevrənin mərkəzindən 21 cm məsafədəki nöqtəyə qədər olan ən kiçik məsafəni tapır. Ümumi məsafə 25-dirsə 25-dən 19 çıxanda qalır 6. Deməli ən kiçik məsafə olacaq 6. B variantı. AB məsafəsi 15-dir. AB 7-dir. BC də CD-yə bərabərdir. 15-dən 7 çıxanda qalır 8. 8-i 2-yə böləndə isə BC düşür 4, CD də 4. BC məsafəsini soruşur, cavab oldu 4. B variantı. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onlar həm 2-2, həm də 3-3 oturmaq mümkün olsa sinifdə neçə şagird var? Bu deməkdir ki, biz 30 ilə 40 arasında həm 2, həm də 3-ə bölünən ədəd tapmalıyıq. 2 ilə 3-ün əkobunu tapsam, eləyir 6. 6-nın hansı misli 30 ilə 40 arasında yerləşir? 36. Ölçülər 3, 5 və 8 cm olan düzbucaqlı paralelogramın tam səviyyənin sayısının hesablanması tələb olunur. Düsturumuz olacaq S bərabər 2 vurulsun AB, üstə gəlsin AC, üstə gəlsin BC. Deməli, indi tapaq S tam bərabərdir 2 vurulsun. 3-ü 5-ə vuranda 15, 3-ü 8-ə vuranda 24, 5-i 8-ə vuranda 40. Bərabərdir 2 vurulsun. 15-in üstünə 24 gələndə 39, 39-un üstünə 40 gələndə 179. 2-də 79 vuranda 158. Cavab A variantı. Sabir və Vahid niyə sayda qələmlə elə böldülər ki, Sabirə 39, deməli, Sabirə düşüb 39, Vahidə isə bütün qələmlərin 48 faizi çatır. Bütün qələmləri mən x-ni işarə eləsəm, deməli, Vahidə çatan x vurulsun %48. Deməli, Vahidə bütün qələmlərin 48 faizi çatıbsa, onda Sabirə neçə faiz çatır? Ümumi 100 faizdir. 100-dən çıxıram 48-i, qalır 52 faiz. Deməli, Sabirə çatan 52 faizdir. Əgər 39 mənim 52 faizimdirsə, nə qədər qələm var idi? Ümumi qələmlərində 100 faizdir. Bütün qələmlərdə ilk başda x-ni işarə eləmişdim.
Onda hesablayaq indi. X-i tapmaq üçün 39-u vuracam 100-ə və 52-yə böləcəm. 39 ilə deməli 52 12 ixtisar gedir 3, 12 ixtisar gedir 4. 100-dən 4 ixtisar gedəndə 4 4-ə 1, 104-ə 25. 3 vur 25 edir 71. Yəni B variantı. İfadə qiymətinin hesablanması tələb olunur bizdə. 4-cü dərəcədən. Deməli bayaq da yazdığım kimi bunları bir dəfə toplama, bir dəfə çıxmadı. Yəni A kvadratı çıxılsın B kvadratının müstəqil üstünün açılışıdır. Onda kök altına yazaq. 6 üstə gəl 2 kökdə 5, 6 çıxılsın 2 kökdə 5. İndi olacaq 4-cü dərəcədən. Çıxmaya baxıram və hər iki dəyişənimin kvadratını tapıram. 6-nın kvadratı 36, 2 kökdə 5-in kvadratı 20. Yəni 2-nin kvadratı 4, kökdə 5-in kvadratı 5, 4-ü 5-ə vuranda 20 edir. 36-dan deməli 20 çıxanda qalır 16. 4-cü dərəcədə 16-nın cavabı edir 2. Yəni hansı ədədi 4 tərəf üzrə vuranda 16 edir? 2. Bərabər yanlı 3 bucaqdır. Yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Orta xəttin uzunluğu 4-sə, orta xətt demək çəkildiyi tərəfin hansı tərəfə paralel çəkilsə, o tərəfin yarısına bərabərdir. Bura 4-dürsə, deməli yan 8-dir. Bərabər yanlısa bu yan 8-dir, deməli bu yanda olur 8. Və 3 bucağın perimetri 20-dir. Bu bucağın neçə olduğunu bilmirəm, yazıram x. Perimetri toplamda 3 tərəfdə toplayırıq. 8 üstə gəlsin 8 üstə gəlsin x bərabər 22-yə. 8 üstə 8 gəldi 16. 16 üstə gəl x bərabər 22-yə. X bərabər 22-dən 16 çıxanda qalır 6. O bucağın uzunluğunu tapılması tələb olunur. Bizdən cavab oldu 6. Y-nin hansı qiymətində A və B nöqtələri arasındakı məsafə 2-yə bərabərdir. İki nöqtə arasındakı məsafənin tapılması düsturundan istifadə etməliyəm. x2 çıxılsın x1-in mötərizə kvadratı üstə gəlsin y2 çıxılsın y1-in fərqinin mötərizə kvadratı deməli. Bu düsturdan istifadə etsəm indi. Fərqi yoxdur. A-dan B-ni çıxırsan, B-dən A-nı çıxırsan, o kvadratı yüksəldəndə müsbət alınır hər iki halda da. 6-dan 4 çıxanda qalır 2. 2-nin kvadratı 4. Üstəlik y-dan da 5-i çıxmalıyam. Y çıxılsın 5-in kvadratı bərabər məsafə 2-dir. Kök altından qurtulmaq üçün kvadratı yüksəldirəm. 4 üstə gəlsin y çıxılsın 5-in kvadratı 2-nin kvadratı edir 4. Deməli 4-ün üzərində nə gələr? Cavab 4 edir. 0. Deməli y çıxılsın 5, şin kvadratı 0-dır. Deməli y çıx 5 üzərə 0-dır. Çünki 0-ın kvadratı 0 edir. Y də olur. Mənfi yerini dəyişir, olur müsbət. Y olur 5. Y-nin qiymətini soruşdu, cavabı tapdım 5. Kazım öz pulundan 8 dəftər və 5 karandaş ala bilir. Deməli 8 dəftər və 5 karandaş ala bilir. Və ya 6 dəftər, 8 karandaş ala bilir. Onda 6 deyə müsbətliyi yerini dəyişib bu dəfə deməli sağdan sola keçsə olacaq mənfi. 8D olacaq çıxılsın 6D bərabər. 8K yerinə deyil. 5K müsbəti yerini dəyişib soldan sağa keçsə olacaq mənfi 5K. 8 ilə 2 6D çıxanda qalır 2D. 8K-dan 5K çıxanda qalır 3K. D də bərabərdir. Vurma yerini dəyişib keçir olur bölmə. 3 2-yə böləndə düşür 1 onda 5K. Deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Cavab olacaq 1 onda 5. Uşaq anadan olanda atası 25 yaşında idi. Uşaq ata. Biz bilirik ki, uşaq anadan olanda uşağın heç bir yaşı olmur. Deməli, uşağın 0 yaşı olanda atanın 25 yaşı var idi. Bir neçə ildən sonra, deməli, onların yaşları cəmi 45 olur. Uşaq da x yaş qədər qocalıb, ata da x yaş qədər qocalıb. Onda bunların yaşlarının cəmini tapsam, x üstə gəl x 2 qız üstə gəlsin 25 bərabər 45-ə. 2x 25 müsbətli soldan sağa keçəndə olur mənfi. 45-dən 25 çıxanda edir 20. Vurma da yeni dəyişəndə olur bölmə 22-yə böləndə edir 10. Bir uşağın neçə yaşı var? Uşağın indi 10 yaşı var. İfadə qiymətinin hesablanması. Bunu yenə bu sərvurma düsturundan bir dəfə çıxıb bir dəfə tapılmaq kimi yazə bilər. Və yaxud da sərvurma düsturu yadına düşmürsə, sadəcə 48-in kvadratı 32-in kvadratı tapıb çıxıb, eyni qaydada məxrəci də kvadratdan tapıb çıxıb, sonra bölmə əməliyyatını həyata keçirə bilərsiniz. Mən isə bu sərvurma düsturuna yazacağım. 48 çıxılsın 32, 48 üstə gəlsin 32. Məxrəcdə 21 çıxılsın 19, 21 üstə gəlsin 19. Bərabər. 48-dən 32 çıxanda 16, 48-in üstünə 32 gələndə 80, 20-dən 19 çıxanda 2, 20-dən üstünə 19 gələndə 40, 80-i 40-a böləndə düşür. 40-a böləndə 91, 80-i 40-a böləndə 2, 2-lər ixtisar gedir, cavab qalır 16. İki fərqlə birlikdə tapşırıq 8 saata yerinə yetirir. Deməli, 2 dənə fərqləm var. Birinci fərqlə təklikdə həmin tapşırıq, ikincidə 12 saat daha tez yerinə yetirir. Bu x saatı x üstə gəlsin 12 və birlikdə 8 saata yerinə yetirdikləri bizə məlumdur. Onu 1 bölünsün x üstə gəlsin, 1 bölünsün x üstə gəlsin 12 bərabərdir 1 bölünsün 8. Bu sualların cavablarını daha ətraflı yazmaq lazımdır. Çünki bu ətraflı yazı tələb edən suallardır. İndi məxrəcləri bərabərləşdirmək üçün birinci hissəni x üstə gəl 12, ikinci hissəni isə x-a vurmaq lazımdır. Məxrəc olacaq x vurulsun x üstə gəlsin 12, biri x üstə gəl 12 vuranda x üstə gəlsin 12, biri x-a vuranda x bərabərdir 8-ə 1-ə. Məxrəc daha doğrusu sürət olacaq x üstə x gəldi 2x üstə gəlsin 12. Məxrəc vurub açan x-ə vuranda x kvadrat, x 12-yə vuranda 12x bərabərdir 8-də 1-ə. İndi çarpaz burçdan x kvadrat üstə gəl 12-ni 1-ə vuranda x kvadrat üstə gəl 12, 2x üstə gəl 12-ni 8-ə vuranda eləyir 16x üstə gəlsin 96. İndi x kvadrat üstə gəl 12 olduğu kimi qalır. 16x müsbətli sağdan sola keçəndə olur mənfi, 96 müsbətli sağdan sola keçəndə olur mənfi, bərabərdir 0. X kvadratı çıxılsın 16x. Burada diqqətsiz olmuşam, deməli bu 12x-dir. 12x-dan 16x çıxanda qalır mənfi 4x, çıxılsın 96 bərabərdir 0. Yəni hansı iki ədədin hasili mənfi 96 cəmi mənfi 4-dür. X çıxılsın 12, x üstə gəlsin 8 bərabərdir 0. İki dənəyi də ayrı-ayrı 0 bərabər edib həll etsəm, x üstə gəl 8 bərabər 0, x bərabər olur mənfi 8-ə, x bərabər olur 12. Mənfi 8 saat deyə bir şey yoxdur.
Deməli, x 12. Saatı həll edir. 12-nin üstü 12 gələndə edir 24. İkincisi 24 saatə yerinə yetirecək. Bizə soruşdu birinci xəritə təklifdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirir? Cavab olur 12. Düzbucaqlının bucaqlarından birinin tənbirlərini onun tərəfini yarıya bölür. Bir dənə düzbucaqlı çəkək. Və birinin tənbirlərini onun tərəfini yarıya bölür. Tənbirin həmçinin bucağı da 2 bərabər hissəyə bölür. Bilirik ki, düzbucaqlının deməli bucağı, hər bir bucağı 90 dərəcədir və tənbirin onu 2 yerə böləndə olacaq 45, 45. Bucaqların hər biri dediyim kimi məndə 90 dərəcədir. Onda bura 90, bura 45 isə biz bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Digər bucağın da onda çıxacaq 45 dərəcə. Bu iki məsafə bir-birinə bərabər isə biz burada üç bucaqda bərabər yanı üç bucaq aldım. Burada x-sə burada x-dir. Qarşı tərəflə bir-birinə bərabər olmalıdır. Və burada x-dir. 2x, deməli uzunluğu 2x-dirsə onda qarşı tərəfdə olmalıdır 2x. Düzbucağın kiçik tərəfinin 4 olduğunu söylənilir bizə. Deməli, kiçik tərəfin burada 4-dürsə, qarşı tərəfdə 4-dür, bura 2x idi, olacaq 8. Deməli, bir tərəfin 4-dür, bir tərəfin 8-dir və bizdə perimetrin tapılması tələb olunur. Perimetrin də düsturı P bərabərdir 2 vurulsun A üstəgəlsin B-dir 2. Tərəflərin 4 və 8-dir. 4 üstəgəl 8. 4-ün üstünə 8 gələndə eləyir 12. 2-ni 12-yə vuranda cavab eləyir 24. Stolun üzərində dik duran qələm, onda 150 sm uzaqlıqda fənər tutmuşdur. Arasındakı məsafə 150 sm-dir. Qələmin arxasındakı divarda 48 sm uzunluqda onun kölgəsi bu isə 48 sm-dir. Qələmin öz hündürlüyü deməli 30-dur və qələm ilə kölgə arasındakı bu məsafəni. Bu məsafə də olsun x. Burada 2 dənə üçbucaq var. Bunun oxşarlığından istifadə etməliyik. Burada şəkli daha yaxşı çəkirəm. Burada da olsun qələm. Bu da onun kölgəsi. Deməli kölgə 48 özü 30 və qələmlə deməli stol üzərində dik duran qələmlə fənər arasındakı məsafə 150 sm-dir. Və bizdən bu x məsafəsi soruşur. Qələmlə kölgə arasındakı məsafə. Deməli, qələmin dik durursa 90 dərəcədir və kölgəsi 90 dərəcə əmələ gətirir. Bura alfadırsa, burada bir dənə beta bucağı deyək. Bu alfa bucağı həm balaca üçbucağın, bu üçbucağın alfa bucağıdır, həm də böyük üçbucağın bir alfa bucağıdır. Onda bura betadırsa, burada olacaq beta. İndi oxşarlıqdan istifadə edirik. Deməli, beta kiçik üçbucaqda beta'nın qarşısına dayanıb 150. Böyük üçbucaqda beta'nın qarşısına dayanıb 150 üstəgəlsin x. Kiçik üçbucaqda alfanın qarşısına dayanıb 30. Böyük üçbucaqda alfanın qarşısına dayanıb 48. İndi çarpaz vuraq. 150 üstə gəlsin x-ə nə vurmalıyam? 30-a bərabərdir. 150-ni də vurmalıyam 48-ə. İndi 150 üstə gəlsin x bərabərdir. 150-yə vurulsun 48 olduğu kimi qalıb. 30 vurmaq keçib boyun olur, bölmə. 150-dən 30 sayısından 30 böləndə 1, 150-dən 30 böləndə düşür 5. Deməli 150 üstə gəlsin x, 5-i 48-ə vuranda eləyəcək bizi 240. X da bərabərdir. 150 müsbətdə soldan sağa keçən olacaq mənfi. 240-dan çıxmalıyam 150-ni. 240-dan 150 çıxanda qalır 90. X-i soruşurdu bizə, cavab oldu 90. 22 şagirddən ibarət sinifdə yalnız rus dil fənnindən məqbul qiymət alanları say. Yalnız ingilis dil fənnindən məqbul qiymət sayından 3 nəfər azdır. Bunu həll etmək üçün diaqramdan istifadə edə bilərik. Yalnız bura rus dili, burada olsun ingilis. Deməli, bu hissəm mənim yalnız rus dilini, bu hissəsi yalnız ingilis dilini bilənlər. Orta hissəm isə orta, həm rus, həm də ingilis dili bilənlərdir. Yalnız deməli, rus dili bilənlərdə, yalnız rus dil fənnindən qiymət alınan sayı, yalnız ingilis dilindən qiymət alınan sayı 3 nəfər azdır. Okay. Deməli, bura x-dirsə, bu olacaq x üstə gəlsin 3. Həm rus, həm də ingilis dilindən qiymət alanların sayısı 7 nəfərdir. Ümumiyyətlə biz şagirdlərin sayının 23 olduğunu bilirik. Onda x üstə gəlsin 7. Üstə gəlsin x üstə gəl 3 bərabər olmalıdır 22. X-in üstə x gələndə 2x, 7 üstə gəl 3, 10 bərabərdir 22. 2x bərabər 10 müsbətdə soldan sağa keçəndə olur mənfi. 22-dən çıxıram 10-u, 2x bərabər 22-dən 10 çıxanda qalır 12. 12 vurma da yerləşəndə olur bölün. 12-ni 2-yə böləndə düşür 6. Deməli x 6-dır. Deməli yalnız rus dilini bilənlər bizdə 6 nəfər, yalnız ingilis dilini bilənlər 6 üstə 3 gəlirlər. 9, hər iki dilini bilənlər isə 7-dir. Bizdən yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayı soruşur. Cavabımız olacaq 9.